Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Bugünkü dərsimizdə mən sizə birbaşa təlim haqqında izah təqdim edəcəm. Bugünə kimi keçdiyimiz sorğu və araşdırma əsaslı təlim modeli, layihə əsaslı, problem əsaslı, oyunlaşdırma və oyun əsaslı təlim modellərində biz dedik ki, bu modellərin hamısı şagird mərkəzi təlim modelləridir. Çünki hamısında şagird aktiv tərəfdə çıxış edir. Şagird özü sorğular aparır, şagird özü tədqiqatlar aparırdı, şagird özü oynayır. Problemin həll yolunu özü irəli sürür, layihə işləri təqdim edir. Ona görə şagird aktiv tərəfdə çıxış etdiyi üçün biz deyirik ki, şagird mərkəzli təlim modelidir. Və bu modellərin hamısında müəllimin işi isə fasilitator olmaq idi. Şagirdlərə düzgün şəkildə yol göstərmək, düzgün şəkildə istiqamət göstərmək idi. Amma bugünkü dərsimizdə keçəcəyimiz birbaşa təlim modeli isə daha çox ənənəvi üsulu bizə xatırladır. Daha çox müəllim mərkəzli bir yanaşmadır. Amma ənənəvi üsul olsa da, müəllim mərkəzli bir model olsa da, şagirdlər üçün faydalı olan bir üsuldur. İndi onun prinsipləri var. Birbaşa təlim modelinin Time kitabında bizə 6 dənə prinsip təqdim olunub. Onların hər birinin izahını mən sizə verdikcə başa düşəcəksiniz ki, nəyə görə şagird üçün faydalı bir üsuldur. Birbaşa təlim modeli əslində tədrisdə yeni bir yanaşma deyil. 1960-cı illərdən bəri yaranıb. Sonradan isə Rosenstein tərəfindən bu birbaşa təlim modelinin prinsipləri yaradılıb. Səhv etmirəmsə, əvvəllər 24 dənə prinsip yaradıb, sonra onların sayı 10-a endirilib. İndi isə Time kitablarında bizim 6 dənə prinsipi haqqında məlumat verilib. Bu modelin nümayəndələri Rosenstein deyir ki, bütün şagirdlər dərs prosesində öyrədilə bilər. Yəni, dərs prosesində potensialı zəif olan şagirdlər var, potensialı güclü olan şagird var, zəif olan şagird var. Yəni, müəyyən qədər bu modeli biz tətbiq etsək dərs prosesində, müəyyən qədər sinifdəki bütün şagirdlər nə isə öyrənə bilər deyir. Ən zəif şagird belə, qavraması potensialı zəif olan şagird belə birbaşa təlim modelindən istifadə etdikdə dərs prosesində nə isə qavraya bilər, nə isə öyrənə bilər deyir. Çünki bunun prinsiplərin addımları var, dediyim kimi, yəni hər bir 6 dənə prinsip. Orada məsələn hər hansı bir mövzunu, çətin bir mövzu olar və yaxud da uzun bir mövzu olar, hissə-hissə təqdim etmək, hər hissədən sonra şagird fəaliyyətinə yer ayrılmaq, müəllim özü işləmiş nümunələr təqdim edir, nümunə təqdim edib sonra şagird məsələni, misalı həll edir. İndi prinsiplərini bir-bir izah verəcəm. Ona görə biz deyirik ki, bütün şagirdlər dərs prosesində müəyyən qədər öyrədilə bilər. Bütün şagirdlər akademik və özgüvən baxımından inkişaf etdirilə bilər deyir. Təlim elə təşkil olunmalıdır ki, şagirdlərin öyrədilən məlumatları yanlış anlaması ehtimalı azaldılsın və təlimin effektivliyi gücləndirilsin. Bir sözlə bu təlimin nümayəndələri deyir ki, dərs prosesində istər qavraması zəif, istər qavraması güclü olan şagirdlər fərqi yoxdur. Dərs prosesində bütün şagirdlər öyrədilə bilər. İndi isə prinsiplər haqqında mən sizə məlumat verəcəm. Dediyimiz kimi 6 dənə prinsipi burada kitabımızda qeyd olunub. İndi bir-bir prinsipi mən sizə deyib onun izahını verəcəm. Birinci prinsipimiz bizim tədrisə daha öncə öyrənilənlərin qısa təkrarı ilə başlamaq. Biz bunu hətta kurikulum mövzularını keçəndə bir neçə mövzuda bununla qarşılaşmışıq. Hətta motivasiya mərhələsində də, motivasiyanı cəlb olunmanı da keçəndə, orada da hətta sinifdəki şagirdləri aktiv şəkildə dərs prosesinə cəlb etmək üçün atılan, yəni cəlb olunmada istifadə edəcək olan metodlardan biri də əvvəlki mövzu ilə əlaqələrin yaradılması idi. Bir növ köhnə mövzularla inteqrasiya yaratmaq. Bu doğrudan da belədir. Adi biz özümüzdə, mən sizin məsələn, hər dəfə yeni dərsi soruşandan sonra da köhnə mövzulara istinad edirəm, onlarla inteqrasiya yaradıram. Bütün keçdiyimiz mövzulardan sual-cavab edirəm ki, daha yaxşı yadımızda qalsın. Doğrudan da bu belədir. Köhnə mövzuları biz daima təkrar etdikcə insanın yadında daha yaxşı qalır. Yəni, dərs prosesində biz qısa təkrarla başlayanda öz yaddaşımızı yeniləmiş oluruq. Əvvəlki biliklərimizi biz artıq dərs prosesində aktivləşdirmiş oluruq. Və burada da deyilir ki, şagirdlərin öyrəndiklərini yenidən nəzərdən keçirmələri, bildikləri ilə yeni öyrəniləcək informasiya arasında əlaqə yaradaraq öyrənməni və yadda saxlamanı gücləndirir. Yəni, bizim bugünkü keçəcəyimiz mövzu da keçdiyimiz mövzu ilə müəyyən qədər əlaqəli olur mövzular bir-biri ilə. İsim mövzusunu keçmişiksə, məsələn, keçən il keçmişik, bu il də keçirik. Artıq köhnə keçilən isim mövzusuna da artıq müəllim istinad edə bilər, onu da xatırlada bilər. Köhnə mövzularla bir inteqrasiya yarada bilər.
Belə olduğu halda artıq şagirdin də yeni mövzunu daha gözəl şəkildə mənimsəməsinə, onu gözəl şəkildə qavramasına şərait yaratmış olur. Və hər dərs qısa təkrarla başlayır. Məsələn, 5-8 dəqiqə arası köhnə artıq mövzuların təkrarına yer ayıra bilər. Belə olduğu halda yaddaş yenilənir, əvvəlki bilikləri aktivləşdirir. Adi siz özünüzdən də götürün, müəyyən qədər təkrar etmədikdə, köhnə mövzulardan sual-cavab etmədikdə görürsünüz ki, yadınızdan çıxır. Ona görə hər dəfə mən sizə deyirəm ki, təkrarlayın, köhnə mövzularda başdan ayağa ümumiyyətlə hamısını təkrarlayın və bütün hər dərs boyu mən sizə sual-cavab edirəm köhnə mövzulardan da. Elə olanda insanın daha gözəl şəkildə yadda saxlayır. Hətta burada bir cümlə də var ki, bu artıq təkrarlamaq məlumatları lazım olan anda avtomatik olaraq rahatlıqla yada salmağa imkan yaradır. Bu doğrudan da belədir. Yəni, hər dəfə siz bunu artıq təkrarladıqca qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürmüş olursunuz. Artıq dərindən bir öyrənmə baş verir və sizin yadınızdan qeyd çıxır o və avtomatikləşir insanda. Məsələn, bir var sual verəndə siz onu düşünə qalırsınız ki, görəsən bunun cavabın hansı idi, nə idi deyə düşünürsünüz. Çünki o sizin yadınızda deyil, təkrarlamamışsınız. Amma hər dəfə onu təkrarlayanda artıq insanda bir avtomatikləşir. Avtomatik olaraq sizə sual veriləndə düşünmədən cavab verə bilirsiniz. Yəni artıq bunu demək olar ki, bir əzbərə çevirmisiniz. Yəni uzun müddətli bir yaddaşa ötürmüş olursunuz onu və avtomatik olaraq sual verəndə o sualın cavabını anında verə bilirsiniz. Bu olur bizim Rosenstein birinci prinsipimiz. Hansı oldu indi birinci prinsipimiz? Tədrisə daha öncə öyrənilənlərin qısa təkrarı ilə başlamaq. Yəni bizim köhnə mövzularımızla inteqrasiya yaratmağımız. Bu oldu bizim birinci prinsipimiz. İndi isə keçək ikinci prinsipimizə. Bir də burada təkrarı necə etməliyiksə, məlumat verilib müəyyən qədər burada. Yəni, təkrar hansı formada edə bilərik? Şagirdlərdən çətinlik çəkdikləri və səhv etdiyi məqamları bölüşmələrini istəmək və onlara yenidən nəzər yetirmək. Yəni, deyə bilərik ki, uşaqlar, keçdiyimiz mövzulardan sizin harda çətinliyiniz var, harda daha çox səhv edirsiniz, o məqamları bölüşmək istəyə bilərik və təzədən onlara nəzər yetirə bilərik. Və yaxud da yeni material üçün lazım olan köhnə bilikləri praktik şəkildə yeniləmək. Yəni, praktiki olaraq hər hansı bir tapşırıq verə bilərik, hər hansı bir test tapşırığı verə bilərik, testlər həll etməsini istəyə bilərik. Yəni, köhnə keçdiyimiz mövzulardan müəyyən qədər suallar, çalışmalar, tapşırıqlar verərək praktiki olaraq köhnə biliklərimizi də yeniləyə bilərik. Dərindən öyrənməli olan materialları tez-tez təkrarlamaq. Yəni, hər dəfə təkrar onları yadımıza salmaq. Bu oldu bizim birinci prinsipimiz. İndi isə keçək ikinci prinsipimizə. İkinci prinsipimizdə deyilir ki, yeni materialı kiçik hissələrlə təqdim edin və hər hissədən sonra şagird fəaliyyətinə yer ayırın. Bu doğrudan da bu ifadə sizə tanış ola bilər. Hardan? Biz Levi-Gotskini keçəndə, Levi-Gotskinin sosial inkişaf nəzəriyyəsini keçəndə orada scaffolding keçmişdik. Nə idi scaffolding? Şagirdə göstərdiyimiz müvəqqəti dəstək, körpü, nərdivan rolunu oynayırdı. Şagirdə biz müəyyən qədər dəstək göstərirdik. Körpü, nərdivan rolunu oynayırdıq. Orada da biz demişdik ki, hər hansı bir uzun tipli bir mətindirsə, çətin bir çalışmadırsa, çətin bir mövzudursa, onu hissə-hissə şagirdlərə təqdim edə bilərik. Bu da scaffolding sayılırdı. Bizim bu birbaşa təlim modelimiz bir növ scaffoldinglə, yəni Levi-Gotski nəzəriyyəsi ilə oxşarlıq təşkil edir. Orada da scaffoldingdən söhbət gedir. Burada da demək olar ki, elə scaffolding uyğun olan nümunələr hamısı bunun içərisində verilib deyə bilərik. Və yeni materialı kiçik hissələrlə təqdim edin. Hər bir hissədən sonra şagird fəaliyyətinə yer ayırın. Bu doğrudan da mən özüm də dərs prosesində tətbiq etdiyim bir üsuldur və doğrudan da effektiv, gözəl nəticə verən bir üsuldur. Hər hansı bir materialı, uzun bir mətn ola bilər, uzun bir mövzu ola bilər. Onu hissələrə ayıraraq, kiçik-kiçik hissə formasında şagirdlərə təqdim edərək ya özümüz oxuya bilərik, ya şagirdlərə oxutdura bilərik və hər oxuduğu hissəni şagirdə təhlil etmələrini tapşıra bilərik. Ümumiləşdirib, başa düşdüyü formada bizə izah etmələrini tapşıra bilərik. Sonra o oxuduğu hissədən özümüz də sual ünvanlaya bilərik. Hətta mən məsələn elə vaxt olur ki,
bir şagird müəyyən qədər bir balaca hissəni oxuyur, o biri şagirdləri diqqətlə dinləməsini tapşırıram. Sonra isə yanındakı şagird həmin o oxuyan şagirdə oxuduğu hissədən sual ünvanlayır. Sonra isə o şagird artıq öz fikrini ümumiləşdirərək həmin o suala cavab verir. Sonra o biri şagirddə bax bu formada hissələrə bölərək mətni, uzun bir mətn varsa onu təqdim edib, bu formada hissə-hissə təqdim edib təhlil aparılıb, sual-cavab təşkil olunanda doğrudan da effektiv bir nəticə olur. Özünüz də fikir versiniz, indi o biri prinsiplərdə biz izah verəndə görəcəksiniz. Yəni bu cür dərs prosesində şagirdlərin öyrənməməsi mümkün deyil. Müəyyən qədər dərs prosesində ən zəif oxuyan şagird belə nəyisə buradan öyrənə bilir. Bu cür olanda ümumiyyətlə daha gözəl şəkildə dərs prosesində bütün mövzunu tam şəkildə qavramış olurlar. Yəni böyük bir mətni hissə-hissə təqdim olunanda. Burada da materialı hissə-hissə öyrətmək üçün şagirdə bir hissəni oxutdura bilərək, həmin hissəni başlayırlar artıq təhlil etməyə, sual-cavab etməyə, sonra o biri hissəyə keçilir. Yəni burada artıq bir hissəni tam şəkildə başa düşdükdən sonra o biri mərhələyə, yəni o biri hissəyə keçilir. Və çox material görəndə artıq şagirdlər, elə şagirdlər olmasın özümüzdən götürək, hər hansı bir uzun bir mətn olanda, uzun bir mövzu olanda o vaxt həvəsdən düşür ki, insan mən bunu necə oxuyacam deyə. Elə müdavimlərim də uzun tipli bir izah olanda deyir ki, biraz həvəsdən düşürük, qısa izah olanda o dəqiqə baxırıq müəllimə deyir. Adi uşaqlarda da elədir. Uzun bir mətn görəndə çətin görsənə bilər. Amma o uzun tipli belə deyim ki, dərslər daha asan olur o bir dərslərdən. Amma hər nə olsa da, yəni şagirdlər o materialı hamısını birdən görəndə biraz həvəsdən düşmüş olurlar. Onlara çətin gəlir. Ona görə onu hissə-hissə təqdim edib, onu elə dərs prosesində hissə-hissə təqdim edərək təhlil olunanda daha gözəl şəkildə öyrənmiş olurlar və sonda da effektiv bir nəticə əldə etmiş olurlar. İndi burada yazılanları da bir oxuyub təhlil edək. Bu prinsip tədris olunan materialları hissələrə bölməyin əhəmiyyətindən bəhs edir. Rozenşayn araşdırma nəticələrinə istinad edərək bu qənaətə gəlir ki, daha uğurlu dərs keçən müəllimlər şagirdləri birdən-birə çox məlumatla yüklənmirlər. Onlar materialı hissə-hissə təqdim edir. Hər hissədən sonra şagirdlərin bu material ilə bağlı tapşırıqları yerinə yetirməsinə şərait yaradırlar. Hər hansı bir hissə təqdim edir. Müəllim o hissədən əvvəlcədən hazırlanmış təbii ki, bir tapşırıq da tərtib edə bilər, bir test çıxarda bilər, testi tərtib eləyə bilər, o testi də verə bilər, o tapşırığı da həll elətdirə bilər və yaxud da mən dediyim formada sual-cavab ümumiləşdirib şagirddən onun izahını da istənilə bilər. Bu formada təqdim edərək hissə-hissə təqdim olunur və şagirdlər verilən materialı mənimsədikdən sonra növbəti addıma keçirlər. Əvvəlcə kiçik addımlarla öyrətmək, sonra isə şagird fəaliyyətini təşkil etmək proseduru əldə edilən bilik və bacarıqları möhkəmlətmək məqsədi ilə aparılır. Elə mən dediklərim də hamısı mən sadəcə loru dildə öz dilimdə danışıram. Kitabda olanda sizə oxuyub təhlil elədim. İndi bizim ikinci prinsipimiz hansı oldu? Yeni materialı kiçik hissələrlə təqdim edir və hər bir hissədən sonra şagird fəaliyyətinə yer ayrılır. Hər hansı bir uzun mətni birdən təqdim etmirik, hissə-hissə təqdim edib şagirdlər fəaliyyətinə yer ayırırıq, təhlil etmələrinə, fikirlərini ümumiləşdirib bizə izah etmələrinə, sual-cavab biz burada yer ayırırıq. Yəni birdən-birə çox materialın hamısının təqdim edilməsi şagirdlərin işçi yaddaşının bu materialı həzm etməsini çətinləşdirir deyilir. Bu isə şagirdlərdə çaşqınlıq yarada bilər, onların zamanla öyrənmək həvəsi azala bilər. Yəni bir növ şagirdləri qapalı düşüncə tərzinə keçmiş olar ki, mən bunu öyrənə bilmirəm, mən bunu edə bilmirəm, həvəsdən düşəcəklər artıq şagirdlər. Ona görə də bu formada hissələrlə təqdim olunması, hər təqdimatdan sonra da şagird fəaliyyətinə yer ayırmaq, bu bilikləri möhkəmləndirməkdən və digər hissələrə möhkəmləndirdikdən sonra o biri hissələrə keçmək düzgün və effektiv sayılır. Bu oldu bizim ikinci prinsipimiz. İndi isə keçək üçüncü prinsipimizə. Sonra gəlir burada bizim üçüncü prinsipimiz modellər və işlənmiş nümunələr təqdim edin. Modellər və işlənmiş nümunələr təqdim etmək. Bu şagirdlərə problemləri daha tez və daha yaxşı həll etməyə kömək edir. Elə bu nümunədə modellər və işlənmiş nümunələr təqdim edin. Bu da bizə scaffoldingdən yadımıza gəlir. Elə scaffolding üsullarından biri də şagirdlərə hər hansı bir tapşırıq verməmişdən əvvəl ona uyğun bir nümunə tapşırığı təqdim etmək idi. Burada da deyilir ki, hər hansı bir yeni mövzunu keçməmişdən əvvəl, yeni tapşırığı təqdim etməmişdən əvvəl müəllim şagirdlərə hazır nümunələr verir. Yəni müəllim şagirdlərə əvvəlcədən işlənmiş nümunələr təqdim etməlidir. Belə olduğu halda şagirdlər
tapşırığı həmən o nümunəyə baxaraq da rahat şəkildə işləyə bilərlər. Yəni əllərində bir dənə nümunə olur, həmən o hazır nümunəyə baxır, müəllimin hazırladığı bir tapşırığa baxır. Sonra isə artıq sərbəst şəkildə öz tapşırıqlarını işləyə bilirlər və həmçinin də bunun vasitəsilə müəllim şagirdlərin dərs prosesində həmin tapşırığı həll edən zaman edə biləcəkləri səhvləri əvvəlcədən xəbərdarlıq edir. Yəni bunu etməklə şagirdlərdə o səhvləri azaldır, o səhvləri aradan qaldırmağa çalışır. Müəllim bilir ki, məsələn mən bu yeni mövzu ilə bağlı bir dənə bu tapşırığı versəm, artıq müəllim təxmin eləyir ki, şagirdlər bu tapşırıqda bu səhvlərə, müəyyən səhvlərə yol verəcək. Artıq əvvəlcədən o səhvlər haqqında xəbərdarlıq edir ki, şagirdlərə, uşaqlar, baxın mən sizə bu nümunə tapşırığı təqdim etmişəm. Bu nümunə tapşırığında diqqətli olun, yeni tapşırığı yazanda da bu cür səhvlərə yol verə bilərsiniz deyə artıq xəbərdarlığını edir müəllim. Əvvəlcədən bunun haqqında, yəni olduğu kimi şagirdin yerinə o tapşırığı həll etmək yox, onunla təzə o tapşırığı verməmişdən əvvəl bir model, işlənmiş nümunə, öz nümunəsini müəllim təqdim edir ki, bu nümunə ilə tanış olun, bu cür səhvlərə yol verə bilərsiniz, bu səhvlərə yol verməyin, diqqətli olun deyə. Baxın, burada da məsələn riyaziyyatdan götürülmüş bir dənə nümunə verilib, işlənmiş nümunəyə misal. Bu misalda x-i tapmaq üçün biz bu addımları əməl edirik. Yəni bir misalı həll etməyin addımları da burada göstərilib. Yəni addım-addım şagirdlərə göstərilir ki, nümunə üzərindən hər bir fənnə uyğun ola bilər. İndi burada riyaziyyatdan nümunə götürülüb. Bu da oldu bizim üçüncü prinsipimiz. Modellər və işlənmiş nümunələr təqdim edir. İndi özünüz bu addımları dərs prosesində düzgün şəkildə tətbiq edəndə görəcəksiniz ki, doğrudan da effektiv şəkildə addım-addım bunları biz tətbiq eləsək, dərs prosesində mütləq şəkildə hər bir şagird bundan yararlana bilər, dərs prosesində nəsə öyrənə bilər. İndi vaxt cəhətdən elə zənn eləyərsiniz ki, məsələn, bu qədər addımları həyata keçirməyə vaxt çatarmı? Əlbəttə ki, çatar. Burada prinsiplər uzun olsa da, onu düzgün şəkildə bölüşdürərək, yəni mərhələli şəkildə həyata keçirəndə vaxtı da çatdırmaq olur. Biraz səriştə tələb eləyir bu iş. Sonra gəlir orada dördüncü prinsipimiz. Dördüncü prinsipdən nə deyilir? Anlamanı yoxlayın. Bir dəqiqə. Anlamanı yoxlayındır. Dördüncü prinsipimiz bizim. Yəni anlamanı yoxlamaq deyəndə burada artıq tez-tez suallar vermək, sual verməklə şagirdlərin öyrəndiklərini, nəyi öyrəndiklərini ortaya çıxartmaq. Əgərləri biz dərs prosesində şagirdlərə sual verməsək, onlar düzgün öyrənib öyrənmədiklərini biz bilə bilmərik. Yəni müəllim şagirdlərin mövzunu başa düşüb düşmədiyini anlamaq üçün, anlamanı yoxlamaq üçün tez-tez suallar verməlidir. Və suallar dərindən öyrənməni təmin edir, səhv anlamanı ortaya çıxardır. Məsələn, biz sual veririk, şagird o sualın cavabını bizə verir. Müəllim görür ki, səhv cavab verir də şagird. Deməli, bu şagird düz başa düşməyib, o səhv başa düşüb, səhv anlayıb onu. Ona görə də səhv anlamanı ortaya çıxardır, yanlış fikirləri üzə çıxardır. Və buna görə də müəllim daima anlamanı yoxlamaq üçün dərs prosesində şagirdlərə prosesi biraz saxlayıb suallar verməlidir. Elə müəllimlər var ki, dərs prosesində ancaq özü danışır, danışa gedir və birdən deyir ki, uşaqlar hə başa düşmüsünüz. Uşaqlar da gözünü ziləyib müəllimə baxır ki, hə başa düşmüşük. Nəyisə başa düşməsələr də artıq deyirlər ki, başa düşmüşük. Bu düzgün deyil. Müəllim müəyyən qədər anlamanı yoxlamaq üçün hər dəfə prosesi biraz saxlayıb şagirdlərə hər dəfə suallar ünvanlamalıdır. Və bunu da burada məsələn deyilir ki, şagirdlər, səriştəli müəllimlər tez-tez materialın bütün şagirdlər tərəfindən qavranılmasını yoxlayır. Bu yoxlamalar yeni öyrənilən məzmunun uzun müddətli yaddaşa ötürülməsi üçün lazım olan idraki emal prosesini müəyyən qədər təmin edir. Yəni refleksiya, qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürməyin ən əsas olan vacib elementlərindən biri tez-tez suallar ünvanlamaqdır. Yəni sual verməklə, sual formalaşdırmaqla şagird bildiyini uzun müddətli bir yaddaşa ötürmüş olur. Həmçinin də müəllimə şagirdlərin yanlış anlamanı aşkarlamağa da imkan yaradır. Elə bayaq dediyim kimi, yəni müəllim sual verməsə, şagirdin düzgün başa düşüb düşmədiyini anlaya bilməz. Düz başa düşmüsünüz uşaqlar deyə bu cür suallar verir bəzi müəllimlər. Hətta sualınız varmı deyə bu formada müraciət edir uşaqlara və uşaqlar da artıq deyir ki, yoxdur müəllim sualımız, mövzu ilə bağlı heç bir sualımız yoxdur. Heç bir sual olmadıqda da şagirdlərin mövzunu qavradıqlarını güman edərək onlara özlərinin həll etmələri üçün çalışmalar, tapşırıqlar verir. Halbuki şagird düzgün şəkildə onu başa düşməyib, onu düzgün şəkildə başa düşüb düşmədiyini, səhv fikirlərə
səhv fikirdə olduğunu ortaya çıxartmaq üçün şagirdlərin əgərləri düz başa düşmüblərsə, təbii ki, müəllim müəyyən qədər dərs prosesində hər dəfə sual-cavaba imkan yaratmalıdır və tez-tez suallar vermək, şagirdlərdən mövzunun təqdim olunan hissəsini ümumiləşdirmələrini istəmək. Yəni müəyyən qədər bir hissəsini təqdim etmişik, sonra deyirik ki, uşaqlar, indi sizə təqdim etdiyim mövzunu ümumiləşdirib öz sözlərinizlə mənə izah edin. Necə başa düşmüsünüzsə, ümumiləşdirib danışın görün mənə. Bir təhlil edin görün. Bunun vasitəsilə də anlamanı yoxlayırıq. Sonra gəlir burada şagirdlərdən digər şagirdlərin cavabları ilə razı olub olmadıqlarını soruşmaq, elə bir-birindən fəaliyyəti təşkil etmək. Anlamanı yoxlamağın iki əsas məqsədi var. Birincisi, şagirdlərin uzun müddətli yaddaşındakı digər öyrəndikləri ilə əlaqələrin möhkəmləndirilməsinə səbəb olur. Yəni, bir növ refleksiya, qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürür. İkincisi isə müəllimə yeni materialları tədris edib etməməklə bağlı məlumat verir. Anlamanı yoxlamaqla müəllim qərar verir ki, növbəti materialı tədris etsin, yoxsa yox. Keçilən məzmunu yenidən tədris etsin. Yəni ki, müəllim suallar ünvanlamaqla şagirdlərin bugünkü mövzusunu düzgün başa düşüb düşmədiklərini, yaxşı qavrayıb qavramadıqlarını ortaya çıxarda bilər və burada da artıq müəllim öz işində bir növ köməklik göstərir də müəllimə də ki, mən bu mövzunun üzərində qalım, yoxsa yeni bir mövzunu keçim. Uşaqlar başa düşüblərsə yeni mövzuya keçirik, yoxsa da o mövzunun üzərində qalır. Bu da oldu bizim 4-cü prinsipimiz. Sonra gəlir burada 5-ci prinsipimiz. 5-ci prinsipimiz isə bizim şagirdlərin sizin köməyinizlə yeni mövzunu tətbiq etməsinə şərait yaradın. Və bu prinsipimizdə də deyilir ki, şagirdlərin bizim köməyimizlə yeni mövzunu tətbiq etməsinə şərait yaradın. Yəni, sadəcə biz yeni mövzunu elə-belə təqdim etməklə kifayətlənməməliyik. Təbii ki, yeni mövzunu təqdim etdikdən sonra şagirdlərin tətbiq etməsinə də şərait yaratmalıyıq. Yəni, şagirdlər elə-belə mövzunu lazımi qədər məşq etməyəndə onların öyrəndikləri unudulur. Onu məşq eləyəndə, test üzərində tətbiq eləyəndə, hər hansı bir tapşırıq üzərində tətbiq eləyəndə artıq daha gözəl şəkildə qavramış olurlar. Ona görə bu prinsipimin də əsas mahiyyəti ondan ibarətdir ki, yeni mövzunu keçdikdən sonra da şagirdlərə müəyyən qədər tapşırıqlar vermək, o tapşırıqları həll etmək, o tapşırıqları tətbiq edib bildiklərini şagirdlərin möhkəmləndirməsi söhbət gedir. Bu da oldu bizim 5-ci prinsipimiz. Gəlin bu prinsipləri, indi 6-cı prinsipə keçəcəyik. Ondan əvvəl hansı prinsipləri keçmişiksə bir ümumiləşdirək. Birinci prinsipdə biz dedik ki, əvvəlki biliklərlə əlaqələndirmə aparmaq, yəni köhnə biliklərlə inteqrasiya yaradılması. İkinci prinsipimizdə materialı kiçik hissələrlə təqdim etmək, yəni hər hansı bir mövzunu, materialı, mətni kiçik hissə şagirdlərə təqdim etmək. Sonra üçüncü prinsipimizdə biz dedik ki, müxtəlif modellər və işlənmiş nümunələr təqdim etmək. Şagirdə hər hansı bir tapşırıq verməmişdən əvvəl, yeni bir tapşırıq verməmişdən əvvəl bir dənə nümunə üzərində nümunə təqdim edirik. Həmin o nümunə ilə şagirdlər tanış olmuş olurlar. Dördüncü prinsipimizdə nə dedik? Anlamanı yoxlamaq. Yəni şagirdlər mövzunu başa düşübmü, səhv başa düşüblərmi, düzgün başa düşüblərmi, onu anlamanı yoxlamaq üçün şagirdlərə tez-tez suallar ünvanlamalıyıq. Dördüncü prinsipimiz bu oldu. Beşinci prinsipimiz şagirdlərin sizin köməyinizlə yeni mövzunu tətbiq etməsinə şərait yaradın. Yəni sadəcə mövzunu başa salıb təqdim etməklə işimiz kifayətlənməməlidir. O tətbiqə də yol verməlidir. Şagirdlər tətbiq etməlidir test üzərində, hər hansı bir çalışma, tapşırıq üzərində və daha gözəl şəkildə öyrənməni təmin etməliyik. Bu oldu bizim 5-ci prinsipimiz. İndi isə keçək 6-cı prinsipimizə. 6-cı prinsipimiz nədir? 6-cı prinsipdə deyilir ki, çətin tapşırıqlar üçün müvəqqəti dəstək verin. Baxın, burada da scaffoldingdir. 5-ci addımda biz dedik ki, şagirdlərin sizin köməyinizlə yeni mövzunu tətbiq etməsinə şərait yaradın. Burada da bizim köməyimizlə olur. Sadəcə şagird burada daha çətin bir tapşırıq olanda artıq müəllim scaffoldingliyi daha ön planda olur. Daha çətin tapşırıqlar üçün müvəqqəti dəstək verməliyik. Ümumiyyətlə, bu Rosenstein prinsiplərində dedik prinsipləri çoxdur. Sadəcə 6 dənə təqdim olunub. Müəyyən qədər dərs prosesində müəllim şagirdlərə öz köməyini göstərir, scaffoldinglik eləyir. Ən sonda isə artıq şagirdin müstəqil şəkildə özü tapşırığı işləyənə kimi bu davam eləyir. Ən sonda isə biz deyirik ki, şagird özü müstəqil şəkildə artıq tapşırıqları həll edir.
Burada da 6-cı prinsipimizdə bizim çətin tapşırıqlar üçün şagirdə biz müvəqqəti dəstək göstəririk. Yəni bir növ scaffolding edirik. Onun körpüyün, nərdivan rolunu oynayırıq. Müəyyən qədər dəstəyimizi göstəririk çətin bir tapşırıq varsa ona. Yəni olduğu kimi şagirdin yerinə özümüz yazmaq yox. Təbii ki, müvəqqəti dəstək, müəyyən bir köməklik göstəririk. Elə scaffoldingə Lev Vygotsky'də də nümunələr göstərmişdik scaffoldinglə bağlı. Elə bu dərs prosesində olanların hamısı da scaffoldingə nümunə kimi biz göstərə bilərik. Yəni müvəqqəti bir dəstəkdir. İndi isə burada scaffolding strategiyalarına aid nümunələr verilib. Onlara da baxaq, yekunlaşdıraq sonra. Müəllimin səsli düşünməsi, yəni dərs prosesində müəllim bəzən düşünərkən səsli formada etmir, şagirdlərdən onu gizli saxlayır. Amma dərs prosesi ilə bağlı müəllim nə isə düşünmə eləyəndə onu səsli formada şagirdlərlə bölüşməsi daha effektiv sayılır. Sonra müəllimin şagirdləri edə biləcəkləri mümkün səhvlər barədə məlumatlandırması. Bunu elə bayaq da mən 3-cü prinsipi izah eləyəndə dedim ki, işlənmiş nümunələr təqdim edəndə müəllim şagirdlərə əvvəlcədən edə biləcəkləri səhvləri təxmin eləyir müəllim və o səhvlər barədə şagirdlərə məlumat verir ki, nümunə tapşırığı təqdim eləyir. Deyir ki, uşaqlar siz yeni tapşırığı həll eləyəndə bu cür səhvləri yol verə bilərsiniz, diqqətli olun deyə əvvəlcədən şagirdləri məlumatlandırır. Sonra gəlir burada müəllimin şagirdlərə öz işlərini dəyərləndirmələri üçün checklist, yəni yoxlama siyahısını verməsi və bu listdən necə istifadə edə biləcəklərini nümayiş etdirməsi. Yəni checklist yoxlama siyahısı deyəndə bir növ burada şagird öz işini refleksiya etmiş olur. Şagirdə metakognitiv bacarıqlar formalaşır. Checklistdə bu kimi suallar öz əksini tapar. Məsələn, mətndə əsas ideya haqqında mənə məlumat verən vacib hissələri tapdımmı? Və yaxud da yazımda bütün cümlələr böyük hərflə başlayırmı? Yəni bir növ öz işini refleksiya etmiş olur şagird və öz işini qiymətləndirmiş olur. Metakognitiv bacarıqlar da formalaşır. Sonra şagirdlərə ekspert nümunələrin təqdim edilməsi. Yəni müəllim şagirdlərə əvvəlcədən işlənmiş nümunələr təqdim edir. Həmin o tapşırıqla bağlı hər bir fənnə uyğun formada öz şəxsi nümunələrini müəllim özü də hazırlayıb bu nümunələri təqdim edə bilər, başqa bir nümunə də təqdim edə bilər və yaxud da müəllim sual verməyi öyrənərkən şagird öz suallarını müəllimin yazdığı suallarla müqayisə edə bilər. Hansısa riyazi həlli öyrənərkən müəllimin yazdığı nümunəyə baxaraq ondan öyrənə və nümunə kimi istifadə edə bilər. Bunları bayaq onsuz da prinsiplər danışanda izah vermişdim. Sadəcə nümunələr kimi verildiyi üçün ayrıca üstündən bir də keçmiş olduq. İndi isə bir daha keçdiklərimizi ümumiləşdirək. Deməli, biz 6 dənə prinsip keçdik bugün. Birinci prinsipimiz öyrənilənlərin qısa təkrarı, yəni köhnə mövzularla inteqrasiya yaratmaq. İkinci prinsipimiz yeni materialı kiçik hissələrlə təqdim etmək. Üçüncü prinsipimizdə deyilirdi, modellər və işlənmiş nümunələr təqdim etmək şagirdlərə. Dördüncü prinsipimiz anlamanı yoxlamaq, yəni refleksiya etmək, test suallar vermək şagirdlərə. Beşinci prinsipimizdə şagirdlərin sizin köməyinizlə yeni mövzunu tətbiq etməsinə şərait yaratmaq. Altıncı prinsip isə çətin tapşırıqlar üçün şagirdlərə müvəqqəti dəstəyin verilməsi. Bu Rosenşayn tərtib etdiyi 6 dənə prinsipimiz. Yəni